bu Ramiz Mehdiyevi də ortadan çıxardan bu oyundur. Mehriban Əliyeva klanı gəlir Azərbaycan xalqını, şanlı Azərbaycan xalqını qayırmağa. Ən qəhbə klan Paşayevlər klanıdır. Bugüne Heydər bu Əliyev ona görə bunlara yol verməmişdi. Vəzifə verməmişdi. Heydər başını yerə qoyan kimi deputat Heydər Əliyev fondu, qara kassa, dalıca nədir, vitse-prezident, dalıca bütün Paşa Holdingin bütün maşennikləri hamısı gəldi vəzifəyə. Bu yandan Altay Həsənov oldu, o yandan Elçin Muradovdur, nə bilim o. Bu yandan Paşayevlərdən qəhbə alanlar, anası erməni Cavid Qurbanov, bu yandan Paşayevlərdən bir qəhbə alan Emin Ağalarov, o yandan sərhəd qoşunlarının komandanı. Nə tər Azərbaycan xalqını qayırırlarsa, gözləri də doymur. Heydər Əliyev bunlara yol doymak yoktu. verməmişdi. Heydər Əliyev Prosto yol verməmişdi. İlham Əliyev boğazının kəndirini veribdi Paşayevlərə. Vəssalam, indi Ramizi də ortadan çıxartdılar. Bugün sabah bəylər də gedəcək. Onsa getmiş kimi şeydir. Bəylər bu saat İlhamın katibəsidir də. O rəsmən təsdiq olundu ki, katiblik nə bilim nəyi. Vəssalam, Paşayevlər. Paşayevlər özləri nə edib Azərbaycan xalqı üçün? Hə? Nə ediblər də? Paşayevlərdən bir şəhid var, bir qazi var. Paşayevlər Azərbaycan üçün nə ediblər ki? Prosto ki, xalq, bu xalq zülmə düçar qalıb və bundan da betər olacaq. Sabahları mən yerimi göstərirəm, mən gizlənmirəm. O sokardan çıxıb gəlirəm bu sokara. Bayırda yerimi deyirəm, video çəkirəm, deyirəm 1 saat burada gözləyəcəm. Mənim üçün problem yoxdur. Nə qədər ki ölüm qorxusu ilə sizi qorxuzacaqlar, nə qədər ki bax Uca Amon Heydər Əliyevə gedib sitayiş eləyə-eləyə, Uca Amonun layiqli davamçısı İlham Əliyev deyə sizi qayıracaqlar, siz də susacaqsınız. Nə qədər ki bu sokar gəlirlərini tələb eləməyəcəksiniz, nə qədər ki qızıl yataqlarını, neft gəlirlərini tələb eləməyəcək. Elə ağzınız əyləcək, Ramizin villası belə getdi. Nə bilim, o birisi məmur milyar doğradı. Ay, sən demə, Polad Bülbüloğlu doğrayıb. Belə göt-göt söhbətlərlə də bu qəhbə kanallar, Yeni Musavatlar, Mirşahinlər başınızı qatacaq. Allah'a olsun, bir də gözünüzü açacaqsınız ki, reanimasiyada ölürsünüz belə, ölüm ayağındasınız. Hələ də ümidlə deyirsiniz ki, yaxşı olacaq. Soxum sizin yaşayışınıza. yaxşı olmayacak. Haqqını tələb etməyənlərdən gedir ha. Cındır kimi yaşayırsınız, göz günündə yaşayırsınız. Ölmüsünüz, xəbəriniz yoxdur. Mən arada sizin qulağınıza deyirəm ki, ölmüsünüz, siyib qutarmısınız. Aydındır? Bir qəhbə ailə və onların məmurları saxtakarlar, dövlət üçün canını qoymayanlar, bayraq qədri bilməyənlər, millət qədri bilməyənlər bugün millətdən, qeyrətdən, bayraqdan danışıb saxta şəkildə hamınızı qayırırlar, hamınızı. Hamınızı qayırırlar, belə. Qulağınızdan tutub ağzınıza verirlər. Siz də bunu bilib susursunuzsa, elə sizi yaxşı elib qayırırlar. Mən nə deyim ki? Sokarların içərisindən mən Eşat Məmmədov. Buyur Akif kişi, buyur, söz səndə. Bugünkü günə qədər əgər Heydər Əliyev sağ qalsaydı, mən milyon faiz əminəm ki, çox pulu da olacaqdı, yaşayış bundan da qat-qat yaxşı olardı. Klanlar əlinə almaz Azərbaycanı. Bilirsən, klanlar alıb əlinə Azərbaycanı. Azərbaycanda bir dənə şəhər, bir dənə rayon, bir dənə kənd yoxdur ki, klanların əlində olmasın. Məmurun niyə torpağı olmalıdır ki? Məmurun hər Azərbaycanın gözəl rayonlarında, hər yerində niyə səpələnməlidir ki, villaları? Ən yaxşı yerlərdə bunların üçündür, villa tikirlər. Ən yaxşı torpaqları zəbt ediblər. Və bu kasıb, kənddə olan kasıb. Örüş hardadır bu mal otarmaq üçün? Malını harda aparıb otarmalıdır? Dəfələrlə mən video baxmışam, Saratovka tərəfdə, İvanovkadır, bütün Azərbaycan başqa-başqa rayonlarıdır. Millətin malını otarmağa torpağı yoxdur. Zəbt ediblər, icra hakimiyyəti bir tərəfdən, polis rəisi bir tərəfdən, ondan sonra nazirlər bir tərəfdən. Kasıflar da qalıb belə ajından ölə-ölə öz daxmasının içində. Belə yaşayış olar. Kəndin torpağı kəhkilərindir, orada olanlarındır. Məmur nə qələt eləyir, o mənzərəli yerlərdə gəlib villa tikir. Xeyirdirmi ki?